Baxın, uşaq böyüdən analar və atalar uşağa necə deyə bilərlər ki, mənim sərhədlərimə, uşaq bax çıxacaq sənin çiyninə, oradan çıxacaq sənin başına. Sənin bütün sərhədlərini pozmanın bir şeyini göstərəcək. Məsələn, bayaq biz buradaydıq, pişik gəldi öyle bandı masanın üstünə. Pişik mənim sərhədlərimi həmən pozdu. Hə. Amma onun dünyasıdır. Mən durub buna belə çox etiraz eləsəm falan beşməkan, mən pişiyi anlamayacağam. Bəs masada yemək olsaydı? Yemək olsaydı əgər Kəskin sərhədinizi pozmuş olsaydı. Masada yemək olmuş olsaydı, bu evin yiyəsi, məsəl üçün, o pişiyin masanın üstü ilə getməsinə normal yanaşır. O yeməkdən də yeyəcək heç narahat olmayacaq. Sağ ol. Ya da qapısını bağlasaq. Amma məsəl üçün bir başqası bundan diksinə bilər. Min il əvvəl bundan diksinən adamların sayını barmaqla saymaq olardı. Günümüzdə bu biraz fərqli. Bu isə bu xəstəlik halını aldı bu günümüzdə bu şeylər. Mən məsələn allergikəm. Buna dözücü bir şey deyil. Allergiyanın artması da elə bilirəm ki, fizikidən daha çox ruhani xəstəlik kimi sürətlə yayılmalıdır. Ola bilər. O psixoloji səbəbləri var, düşünürəm ki, bunun da. Nəysə, bu obsessivlik də çox belə artdı. Elə bilirəm ki, bütün psixoloji xəstəliklərin hamısı bizim ruhani həyatımızdan qaynaqlanır.